Salam, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Məsmə Surxayeva. Bugün sizə canlı aləmin təsnifatı bölməsindən olan bitkilər aləminin təsnifatı haqqında danışacağam. Bilirsiniz ki, bitkilər də növ müxtəlifliyinə görə çoxdur sayıları və onları da təsnif etmək lazımdır. Bunların təsnifatı ilə biologiyanın sistematika bölməsi məşğul olur. Sistematikada müasir təsnifat metodları biologiyada hansı imkanlar yaradır? Biz bu sualların cavabına bugün baxacağıq. Deməli, bitkinin təsnifatlarının öyrənməsi biologiyanın mühüm sahəsi olub və bu aləmin geniş müxtəlifliyini sistemləşdirməyə və öyrənməyə imkan verir. Qədim dövrlərdə insanlar bitkiləri ancaq xarici görünüşünə görə sistemləşdirirlər. Məsələn, biz dedik ki, Linne ilk dəfə sistematikanı yaradanda elmi sistematika idi, lakin süni idi. Çünki o xarici görünüşləri nəzərə alaraq, morfoloji xüsusiyyətləri nəzərə alaraq canlıları sistematikada yerləşdirirdi. Məyər bitkiləri sistemləşdirirdisə, onlarda olan erkəkciklərinin sayını məsələn götürürdü və yaxud ləçəklərinin sayını eyni olan bitkiləri eyni bir fəsilədə qruplaşdırırdı. Yəni, xarici morfoloji əlamətlərə baxırdı. Lakin müasir sistematikada artıq dövrdə biologiyanın genetika, molekulyar biologiya şöbələri daha sürətli inkişaf etdiyinə görə bu artıq sistematikada daha çox qohumluq və ya mənşə əlaqələrinə biz baxırıq canlıları sistemləşdirərkən. Ona görə də bir-iki xarici əlamətlərlə nəzərə almırıq. İrsi xüsusiyyətlərə əsasən nəzərə alaraq onların sistematikada yerini müəyyənləşdiririk. Buradakı sualda da deyir ki, bitkilərin təsnifatı üçün hansı meyarlar daha vacibdir? Xarici əlamətlər yoxsa irsi xüsusiyyətlər? Xarici əlamətlər nəzərə alınır, amma əsas olaraq bizim götürdüyümüz sistematikada əlamətlər daxili əlamətlər, yəni genetik, qohumluq, mənşə, irsi xüsusiyyətlərinə əsasən biz onları sistematikada yerini öyrənirik. Fəaliyyət hissəsinə baxarkən burada bizə bitki qrupunun mamırlar şöbəsinin, bir də qıcıkimlər şöbəsinin həyat fəaliyyəti verib. Gəlin, indi biz bu həyat fəaliyyətinə baxaraq onların həyat siklinə qeyd eləyək. Biz 7-ci sinif dərsliyində də bu şəkillərlə tanış olmuşduq. Və orada mamırların cinsi və qeyri-cinsi nəslin növbələşməsini qeyd etmişdik. Edilib hətta kitabda. İndi gəlin baxaq. Mamırlar bilirik ki, toxumaları olmayan bitkilərdir. Bunlar rizoidləri vasitəsilə torpağa bərkidirlər. Bunlarda kök yoxdur. Yetkin mamır gametofit nəsildir. Yəni, haploid xromosom dəstinə malikdir. Bunun da sayı N-dir, digərinin də sayı N-dir. Və bunlar dişi bitkidir. Niyə dişi bitki deyirik? Baxın, burada üzərində də işarəsi var dişi bitkinin. Lakin ayrı cinsli bitkilərdir. Yəni, biz onlara iki evli bitkilər deyirik. Çünki ayrı-ayrı cinsli olduğuna görə hər cinsin nümayəndəsində ona məxsus olan cinsi hüceyrələr əmələ gəlir. Əgər dişi bitkidirsə, onda əmələ gəlir arxegonilər, erkək bitkilərdirsə, onlarda əmələ gəlir anteridilər. Məsələn, burada bu 2N-dir, bunu qeyd edeyim, N bu hissəsidir. Burada bizə dişi bitki, bir də erkək bitkini ayrılıqda verib. Bunların hər biri yetkin bitkidir və gametofit nəsil adlanır. Bunlardan mayalanması su mühitində gedir. Əgər yağış damcısı düşərsə üzərinə və yaxud yağış damcısına şeh düşərsə, erkək bitkinin üzərində olan gametlər yağışın təsiri ilə sıçrayıb dişi bitkinin üzərinə düşür. Buradan, elə bil ki, bura düşür. Burada mayalanma gedir dişi bitkinin üzərində. Bu haploid xromosom dəslidir. Digəri də gametofit nəsil olduğuna görə üzərində gametlər əmələ gəlir və bunlar haploid nəsil sayılır. Bir müddət keçəndən sonra bu dişi bitkinin üzərində mayalanma gedir və mayalanmış yumurta hüceyrə, baxın bu hissədə şəkli də var, yumurta hüceyrə bölünüb zigot əmələ gətirir. Zigot artıq İki hüceyrənin birləşməsindən əmələ gəldiyinə görə həm erkək cinsiyyət hüceyrənin, həm dişi cinsiyyət hüceyrənin birləşməsindən əmələ gəldiyinə görə 2N xromosom dəstinə sahib olur. Və bu dişi bitkinin üzərində inkişaf etməyə başlayır.
Yəni biz ancaq zigotu dişi bir mamırın üzərində görə bilərik. Erkək bitkinin üzərində yox. Dişi bitkinin üzərində görürsüz, bir müddət keçəndən sonra zigotdan ayaqcıq və ayaqcığın uc hissəsində qutucuq inkişaf eləyir. Həmin bu ayaqcıqla qutucuq 2N xromosom dəstinə malik olur. Çünki onlar zigotdan inkişaf eləyir. Ancaq yetkin bitkinin özü biz demişdik ki, gametofit nəsil, yəni N xromosom dəstinə malikdir. İndi biz bu hissəni qeyd eləyək ki, qutucuq və qutucuq ayaqcığı zigot 2N olur. Ancaq bu hissə dişi bitkidə və yaxud erkək bitkiyə qədər eyni olan bu hissə gametofit nəsil olduğuna görə N xromosom nəsli olur. Bir müddət keçəndən sonra bu qutucuqda olan sporlar yetişir və partlayır, qutucuğun qapağı açılır. Sporlar artıq meyoz prosesi keçirdiyinə görə N xromosom dəstinə malik olur. Qutucuq 2N idi, ancaq ondan inkişaf eləyən daxilində olan sporlar N xromosom dəslidir. Hər bir N xromosom dəsli olan bu hüceyrələr, belə deyək, küləklə yayılır torpağın rütubətli bir hissəyə düşəndə başlayır cücərməyə. Cücərəndə bunlardan ilkin cücərtisi olan protonema əmələ gəlir. Baxın, bu protonemalardır. Protonema. Və bu protonema artıq gametofit nəslə başlanğıc verəcək. Görürsünüz, gametofit, yəni protonemanın üzərində tumurcuqlar əmələ gəlir və bu tumurcuqlardan artıq yetkin mamır inkişaf eləməyə başlayır. Deməli, cinsi nəsildən qeyri-cinsi nəsil növbələşdi. Yetkin bitkilər cinsi nəsil hesab olunur. Cinsi nəsil yazıram, yenə də üstündə qeydlərimi aparıram. Və yaxud gametofit nəsil. Gametofit nəsil. Ancaq ayaqcıqlı bu qutucuqlu hissə isə olur sporofit nəsil. Sporofit. Və yetkin nəsil olan bu cinsi nəsil qeyri-cinsi nəsil üzərində üstünlük təşkil edir. Çünki yetkin bitki gametofit olduğuna görə bunlarda gametofit nəsil üstünlük təşkil edir. Deməli, gametofit nəslində qametlər inkişaf elədi, qametlərin mayalanmasından zigot inkişaf etdi dişi bitki üzərində. Həmin zigotdan ayaqcıq və qutucuq, qutucuğun daxilində isə sporlar oldu. Sporlar küləklə ətraf mühitə yayılaraq cücərib protoneman əmələ gətirdi. Protonemanın da üzərində olan tumurcuqlardan yeni yetkin bitki inkişaf elədi. Bu mamırın inkişaf dövriyyəsidir. İndi gəlin qıcıkiminin inkişaf dövrünə baxaq. Qıcıkimlərin nümayəndəsi olan bu erkək qıcıdır. Erkək qıcı bitkisi rütubətli meşələrdə bitir. Quru mühit sakinidir daha çox yetkin bitkisi. Ancaq bu cücərtisi isə rütubətli meşələrdə bitir. Rütubəti sevir. Qıcı bitkisinin özü sporofit nəsildir. Niyə sporofit nəsil deyirik? Çünki əgər üzərindəki bitkinin sporlar əmələ gəlirsə, bu sporofit nəsildir. Qametlər əmələ gəlirsə, gametofit nəsil adlanır. Yetkin bitki olan bu qıcının yerüstü gövdəsi yoxdur. Görürsünüz, kökü var, əlavə kökləri var. Kökümsov, daha doğrusu kökümsov deyirik. Və kökümsovun üzərində ilbiz çanağı kimi burulmuş belə kiçik yarpaqlardır. Bu gələcək məsələn yarpaqlar olacaq. Və iki qat lələkvari yarpaqları var bu qıcının. Yarpaqların alt hissəsinə baxanda adi gözlə də onları görmək olur. Qonur rəngli qabarcıqlar əmələ gəlir. Bu qabarcıqların daxilində baxın belə sporangilər yetişir. Sporangilər olur. Və yetkin bitki 2N xromosomludur. Sporanginin özü də 2N xromosomludur. Sporangilərdə sporlar olur daxilində. Və sporlar, sporangi partlayanda həmin o sporlar ətraf mühitə yayılır. Yayılanda torpağa düşdükdə ondan ilkin cücərti, baxın belə ürək şəkilli ilkin cücərti əmələ gəlir. Bu ilkin cücərtinin adı protaldır. Protal adlanır. Protalın üzərində
qametlər əmələ gəldiyinə görə biz bunu adlandıracaq qametofit nəsil. Necə ki, mamırda dedik ki, yetkin bitkinin üzərində cinsi qametlər əmələ gəldi və biz bunu adlandırdıq qametofit nəsil. Qıcının isə ilk cücərtisi olan protalın üzərində qametlər əmələ gəlir. Alt hissəsində anteridilər və arxigonilər. Anteridilər erkək cinsi hüceyrələrdir, erkək qametlərdir. Arxigonilər dişi qametlərdir. Eynilə mamırda olduğu kimi şeh damcısı bu protalın üzərinə düşdükdə və yaxud yağış yağdıqda həmin damcının üzərində olan su vasitəsilə spermatozoidlər yumurta hüceyrəni mayalandırır. İndi mamırdan fərqli olaraq bunun cücərtisi, yəni ilkin cücərtisi protal cinsi nəsil sayılır. Cinsi nəsil sayılır. Və cinsi nəsil sayıldığına görə qametofit deyirik biz buna. Qametofit. Bu spordan yarandığına görə, çünki sporlar artıq meyoz yolla əmələ gəlib, sporanginin partlaması nəticəsində. Bu sporlar da N xromosomludur. Həmin bu qametofit nəsil olan protal da N xromosomludur, yəni haploid xromosom nəslinə malikdir. Protalın altında olan bu cücərtinin içərisində cinsi nəsil əmələ gələn qametlərin birləşməsindən zigot əmələ gəlir. Baxın, burada da şəkildə göstərib. Dişi və erkək hüceyrələrdir bunlar. Mayalanmasından zigot əmələ gəldi. Oxun istiqamətinə baxarsaq, görürsünüz, spermatozoidlər yumurta hüceyrəni mayalayır. Və zigot artıq, çünki bunların hər biri N xromosom dəsli olduğuna görə, zigotda bu N-lər birləşib 2 N xromosom dəsli zigot əmələ gətirir. Zigotdan bir müddət keçəndən sonra həmin o protalın üzərində olan zigotda dişi bitkinin cücərtisi əmələ gəlir. Yəni qıcının cücərtisi. Cücərti özü 2 N xromosom dəsli olur. Və bir müddət keçəndən sonra yetkin bitki inkişaf eləməyə başlayır. Ona görə də yetkin bitki 2 N xromosom dəslidir, diploid. Lakin qametofit nəsil olan protalı haploid xromosom dəslidir. Biz yetkin bitkini adlandırırıq sporofit nəsil və yaxud qeyri-cinsi nəsil. Deməli, fərqimiz budur ki, mamırların yetkin bitkisi cinsi nəsil sayıldı, ancaq qıcıların yetkin bitkisi qeyri-cinsi nəsil sayılır. Mamırların ilk cücərtisi protonema adlandı, qıcıların ilk cücərtisi protal adlandı. Bunların fərqli xüsusiyyətlərinə diqqət yetirmək lazımdır şəkillə. Sonra çılpaq toxumluların və örtülü toxumlu bitkilərin çoxalmasına gəlin baxaq. Deməli, çılpaq toxumlular yarpaqları iynə şəkilli və yaxud pulcuq şəkilli olan bitkilərdir. Bunların çılpaq toxumlu adlandırılmasının səbəbi meyvələrinin üzəri, yəni toxumlarının üzərini ətli şirəli meyvə yanlığının olmadığına görə üzəri çılpaqdır. Və buna görə də biz bunları çılpaq toxumlular adlandırırıq. Çılpaq toxumluların qozaları var, toxumları var, ancaq meyvə və çiçəkləri olmur, örtülü toxumlulardan fərqli olaraq. Tutaq ki, yetkin bir bitkinin burada şəkli verib bizə. Yetkin bir bitkinin bizə burada şəkli verib. Çılpaq toxumlu bitkisidir. Bunun üzərində biz yaz aylarında 4 növ qoza görürük. Bunlardan, məsələn, sarı rəngli olanları erkək qozalardır, yaşıl rəngli, qırmızı və qonur rəngli olanlar dişi qozalardır. 3 növ dişi qoza olur. Baxın, görürsünüz, sarı rəngli qozalar. Bunlar erkək qozalardır. Qırmızı, buradan belə xət qoyuram. Bunların hər üçü dişi qozalardır. Qırmızı, yaşıl və qonur qozalar. Qırmızı qozaların daxilində, qozanın daxilində belə enkəsinə baxanda hər pulcuqda 2 yumurtacıq var. 1, 2 yumurtacıq. 1, 2.
1 və 2. Nə qədər pulcuq varsa, hər pulcuğun üzərində 2 yumurtacıq olur. Erkək qozalarda da həmçinin hər pulcuğun üzərində 2 tozcuq kisəsi olur. Belə çəkim, 2 tozcuq kisəsi. Bu tozcuq kisələrinin içərisində baxın, bu tozcuq kisəsidir. İndi bir dənəsində bizə şəkli verib. Bu tozcuq kisəsinin içərisində çoxlu xırda tozcuq dənələri olur. Tozcuq dənələrinin hər birinin şəklə diqqətlə baxsaq, görərək ki, tozcuq dənələrinin hər birinin iki hava qovuqcuğu var. Baxın, burada. Bir tozcuq dənəsidir. Mən biraz böyük çəkirəm. Bunun hər birinin 2 dənə hava qovuqcuğu var. Çünki bunun çəkisini yüngülləşdirir. Küləklə havada uçmasını asanlaşdırır hava qovuqcuğu. Həmin bu tozcuq dənəsi dişi bitkidə olan bu yumurtacığın üzərinə düşür. Və bunlarda başlayır mayalanma prosesi getməyə. Mayalanmanın getməsi üçün bu tozcuq dənəsi 2 sperm əmələ gətirir. Amma o 2 spermin hər ikisi mayalanmada iştirak eləmir. Bir endosperm hüceyrəsi var, mərkəzi hüceyrəsi. Çılpaq toxumlunun rüşeym kisəsindən söhbət gedir. Bir dənə də yumurta hüceyrəsi var. 2 spermdən biri gəlib yumurta hüceyrəni mayalayır. Bu olur zigot. Ancaq endosperm mayalanmır. Ona görə digər sperm mayalanmada iştirak etmir. Və zigotdan inkişaf eləyir bitkinin, artıq yetkin bitkinin toxumları. Baxın, hər pulcuqda getdikcə həmin o qırmızı qoza yaşıllaşır ilk növbədə. Və mayalanma prosesi artıq yaşıl qozalarda gedir. Yetişmiş qoza amma qonur qozaya çevrilir və qoza açılır. Açılanda həmin qozaların, toxumların qanadcığı var. Qanadcığı ilə, baxın, burada toxumdur bu. Bu da bunun qanadcığıdır. Qanadcığı ilə külək vasitəsilə daha yaxşı uça bilir, yüngül olur qanadcığı. Uçub torpağa düşəndə cücərir və cücərəndə ondan ilk cücərtisi əmələ gəlir. İlk cücərtisi, baxın, belə 6 ləpə yarpağına malik olan çılpaq toxumlu bitkinin cücərtisi əmələ gəlir. Və vaxt keçdikcə həmin cücərtidən yetkin bitki inkişaf eləyir. Digər şəkildə isə bizə örtülü toxumlu bitkilərin nümayəndəsi göstərilib, yəni çiçəkli bitkilərdən söhbət gedir. Bunları niyə örtülü toxumlu adlandırırıq? Çünki meyvənin üzəri meyvə yanlığı ilə örtülüb. Buna görə də biz bunları örtülü toxumlu deyirik. Yetkin bitki çiçək açanda çiçəyin üzərində, tutaq ki, bu əgər 2 cinsli bir çiçəkdirsə, həm erkəkciyi, həm dişiciyi var. Amma ayrı-ayrı cinsli ola bilər çiçəklər, o da ola bilər. Və erkəkciklərə də tozcuq dənələri yetişir. Dişiciyin yumurtalığında isə 3 hissədən ibarət idi. Dişicik, ağızcıq, sütuncuq və yumurtalıqda. Yumurtalığın daxilində yumurtacıqda rüşeym kisəsi inkişaf eləyirdi. Və tozcuqlar düşürdü dişicik ağızcığına, cücərərək tozcuq borusu əmələ gətirirdi. Tozcuq borusu ilə hərəkət eləyən 2 sperm gəlirdi mərkəzi hüceyrəni, biri mərkəzi hüceyrəni mayalayırdı, bu hissədə mərkəzi hüceyrəni mayalayırdı. Digər hissəsi isə burada yerləşən yumurta hüceyrəni mayalayırdı. Və beləliklə 2 qat mayalanma gedirdi. Çünki həm mərkəzi hüceyrə mayalanırdı, endosperm əmələ gətirirdi, həm də yumurta hüceyrə mayalanıb zigot əmələ gətirirdi. Və buna görə də biz buna 2 qat mayalanma adı verirdik. Mayalanma nəticəsində meyvə və toxum əmələ gəlirdi. Meyvə yetişdikdən sonra onun daxilində olan bu toxum ətrafa düşəndə cücərirdi və cücərtidən ilk kök, əsas kök inkişaf eləyirdi, toxumdan inkişaf elədiyinə görə və cücərti inkişaf edib torpağın üst qatlarına çıxırdı. Və bu da bizim örtülü toxumlu bitkilərin inkişaf dövriyyəsi haqqında. İndi gəlin burada verilən tapşırığa baxaq. Bitkilərin təklif olunan meyarlara uyğun xüsusiyyətlərini cədvələ yazın və müqayisə edin.
Burada mən danışdıqlarımı siz özünüz həll edə bilərsiniz, çünki bunlar haqqındadır. Yəni mamır haqqında, qıcı örtülü toxumlu bitkilər haqqında məlumat yazacaqsınız. Hansı sporlarla çoxalır, hansı toxum vasitəsilə çoxalır. Sporlarla çoxalır, dedik mamır və qıcılar sporlarla çoxalır. Toxumla çoxalan bitkilərə isə çılpaq toxumlar və örtülü toxumlu bitkilər aiddir. Bitkilərin oxşar və fərqli cəhətlərini öyrənmək üçün onları müəyyən sistem daxilində qruplaşdırmaq çox vacibdir. Yəni, onu sistemləşdirməkdən söhbət gedir. Bu təkcə elmi maraq üçün deyil, həm də praktik ehtiyatlar üçün böyük əhəmiyyət daşıyır. Bitki təsnifatının əsas prinsiplərinə gələndə, təsnifatın ardıcıllığı ən aşağı kateqoriyadan, növdən başlayaraq yüksək kateqoriya, aləmə qədər davam edir. Biz sistematikanı mən keçəndə video haqqında paylaşanda demişdim ki, bitkilərdə növdən başlayır, növlər cinslərdə birləşir, cins fəsilə, fəsilə sıra, heyvanlardan fərqli olaraq heyvanlarda dəstə idi, bitkilərdə isə sıra adlanırdı. Sıralar birləşirdi, növ, cins, fəsilə, sıra, sıralar birləşirdi sinifdə, sinif, şöbə, şöbə isə aləmdə birləşirdi. 7 taksonomik vahid var idi. Bunlardan ikisi şöbə və sıra heyvanlarda yox idi. Digərləri isə hər ikisi üçün ortaqdır. İndi bitkilərin əsas xüsusiyyətlərini biz kateqoriyalarına görə sistemləşdirərkən dedik ki, onların əsasən irsi xüsusiyyətlərini, qohumluq əlaqələrini nəzərə alırdıq və onlara uyğun olaraq biologiyada təsnifləndirirlər bitkiləri. Bitki orqanizminin əsas ümumi xüsusiyyəti onların deməli eukariot və avtotrof olmasıdır. Yəni əsas xüsusiyyətlərinə görə baxarkən onların heterotrof və yaxud avtotrof olmasına fikir verirlər. Əksər bitkilər avtotroflardır, yəni qeyri-üzvü maddələrdən özləri üzvü maddə hazırlayırlar. Lakin istisna bitkilər də var ki, məsələn, ağac sümürgəni, qızıl sarmaşıq, bunlar heterotrof yolla qidalanır. Bu bitkilərdə istisna bitkilərə aiddir. Bitkilər fotosintez sayəsində özlərində ehtiyat qida maddəsi kimi nişastanı toplayır, böyüyür, adətən pasiv hərəkətli olurlar. Çünki heyvanlarda aktiv hərəkət edir, lakin bitkiləri yadımızda saxlayırıq ki, pasiv hərəkət edirlər. Günəşin işığına doğru və yaxud yerin cazibə qüvvəsinə doğru hərəkət edirlər. Bunlarda hərəkət belə gedir. Bitki hüceyrələri hüceyrə divarı ilə əhatə olunur. Bunu da altından xətt çəkək, çünki lazımlı bir cümlədir. Hüceyrə divarı ilə əhatə olunur. Tərkibində hüceyrələrin xlorofil olan xüsusi hüceyrə orqanoidi xloroplastların ən yaxşı inkişaf etmiş iri vakulların olması ilə fərqlənir. İndi bitkiləri biz ayırsaq, əgər İbtidai bitkilərə və ali bitkilərə ayırırıq. İbtidai bitkilərə məsələn yosunlar aiddir. Yosunların çiçəyi, gövdəsi, kökü, yarpağı, vegetativ və ya generativ orqanları olmur. Onların bədəni bütöv tallumdan ibarətdir. Bəzilərində məsələn rizoidləri var, okeanın dənizin dərinliklərində yaşayanlarda. Bəziləri suda asılı halda yaşayır, bəzilərinin ümumiyyətlə substrata yapışmaq üçün hüceyrələri var. Amma laminariya məsələn yosunun rizoidləri var. Burada da şəkli göstərilib. Yosunlar da fotosintez eləyirlər, çünki dənizdə yaşasalar da onların daxilində xromatoforlar, xlorofil pigmentləri var. Bu pigment hesabına günəşin işığından istifadə edərək özləri üzvü maddə hazırlayırlar. Pigment müxtəlifliyinə görə də fərqlidirlər. Məsələn, onların bəzi nümayəndələri var ki, belə qırmızı, qonur yosunlara ayrılır. Onlarda yaşıl pigment xlorofildən başqa göy, sarı, qırmızı pigmentlərə də təsadüf olunur. Və bunlar ona görə də orqanları olmadığına görə ibtidai bitkilər adlanır. Və həm də bunlar damarsız bitkilərdir, yəni borusuz bitkilər adlanır. Digər tərəfdən mamırlar sonra inkişaf eləyir ki, digər bitkilərin tarixi inkişafında bir qol mamırlara ayrılır. Mamırların da ötürücü toxmaları yoxdur və mamırların
inkişafa dedik ki, yayılması, çoxalması su mühiti ilə bağlıdır. Çünki yağış və yaxud şeh damcısı vasitəsilə mayalanma gedirdi. Mamırlardan sonra bunlar da damarsız bitkilərdir. Lakin borulu bitkilərə biz aid edirik qıcılar, plaonlar, bir də qatır quyruqları. Bunlarda artıq kök sistemi var, sonra yarpaqları var, gövdələri var. Bunlar da fotosintez eləyir, üzvü maddə hazırlayır həmin bitkilər. Mamırlarla qıcı kimilərin ortaq xüsusiyyəti odur ki, sporlarla çoxalırlar. Və biz bunlara sporlu bitkilər də deyirik və bunlar toxum əmələ gətirmirlər. Lakin ağacın yuxarı hissələrinə baxanda görürük ki, ali bitkilər və yaxud damarlı bitkilərdir bu hissədən yuxarıda. Damarlı bitkilərə aiddir çılpaq toxumlular və örtülü toxumlu bitkilər. Çılpaq toxumlardan şam, məsələn, sərvlər bu ailəyə aid, bu bölməyə aiddir. Örtülü toxumlulara isə çiçəkli bitkilər aiddir və örtülü toxumlular şöbəsi özü örtülü toxumlu bitkilər şöbəsi özü bölünür iki hissəyə, bir ləpəlilər sinifi və iki ləpəlilər sinifi. Bir ləpəlilər sinifində bir ləpə yarpağı olur. İki ləpəlilər sinifinin toxumunda isə iki ləpə yarpağı olur. Bunlarda artıq bütün toxumalar inkişaf eləyib. Buna görə borulu bitkilər adlandırılır. Deməli, burada da göstərir, bitkilər aləmi ibtidai və ali bitkilərə ayrılır. İbtidai bitkilərin toxumaları və orqanları olmur. Bu qrupa yosunların şöbələri aiddir. Bədəni tallumdan ibarətdir və eyni tipli hüceyrələrdən təşkil olunur. İxtisaslaşmış hüceyrələrin olmaması onların su mühitində yaşaması ilə əlaqədardır. Çünki onlarda toxuma olmadığına görə, hüceyrələrdə hüceyrə arası maddə də olmadığına görə toxuma yoxdur və hüceyrələr də ixtisaslaşmayıb. Əksəriyyəti də fotosintez eləyir. İndi gəlin burada ali bitkilər şöbəsini ayırıb ona baxaq. Deməli, ali bitkilər şöbəsi örtülü toxumları iki sinifə ayırırıq. Bir ləpəlilər sinifi, iki ləpəlilər sinifi. Bir ləpəlilər sinifinə birləşən qırtıç kimilər fəsiləsi və zambaq kimilər fəsiləsini götürüb. Deməli, sinifdə birləşdi fəsilələr. Fəsilələr də qırtıç kimilər və yaxud zambaq kimilər fəsiləsi. Qırtıç kimilər fəsiləsinə cins ayırıb, buğda cinsi və yulaf cinsi. İki cinsi birləşdirib fəsilədən. Buğda cinsinə, məsələn, bərk buğda növü, yumşaq buğda növü aid edə bilərik. Burada yulafla sixem üzrə gedir. Yulafa iki növ aid edib. Əkin yulafı, adi yulaf. Baxın, iki qat latın adlandırmasında da demişdik ki, iki söz birlikdə növü əmələ gətirirdi. Adi yulaf, əkin yulafı. Bunlar növdür və növ birləşir cinsdə, yulaf cinsində. Cinslər də birləşir fəsilədə, qırtıç kimilərdə. Qırtıç kimilər fəsiləsi birləşir bir ləpəlilərdə. Çünki bunların ləpə yarpağı bir ədəddir. İndi iki ləpəlilər sinifinə baxaq. İki ləpəlilər sinifinin fəsiləsinə paxlalılar və qaççiçəkliləri misal göstərə bilərik. Paxlalılar fəsiləsinə cins olaraq noxud və yonca aiddir. Yoncaya növ olaraq 3 yarpaq yonca və ağ yonca növlərini qeyd edib, cinsdə birləşdirib. İki ayrı növdür, cinsdə birləşib, cinslər noxud cinsi, yonca cins birləşib paxlalılar fəsiləsində. Fəsilələr, paxlalılar, qaççiçəklilər birləşib iki ləpəlilər sinifində. Ümid edirəm ki, bu hissə aydındır. İndi biz dedik ki, yosunların bədəni tallumdan ibarətdir və onlarda ötürücü toxumalar yoxdur, su mühitində yaşadığına görə. Bəs necə olur ki, onların bədəni suda əyilmirlər, düz istiqamətdə qala bilər? Buna səbəb suyun kifayət qədər sıxlığı yüksəkdir və yüksək olduğuna görə ağırlıq qüvvəsi bitkinin bədənini torpağa doğru əyə bilmir. Ona görə bədənləri suda dik vəziyyətdə bəzilərinin qala bilir. Bitkilər də su mühitindən quru mühitinə keçdilər. Çünki yosunlar suda yaşayırdılar. Quru mühitinə keçməklə əlaqədar olaraq onlarda sporlarla çoxalma inkişaf elədi. Rizoidlər bəzilərində inkişaf elədi. Sonra kök sistemi inkişaf etməyə başladı. İnkişaf getdikcə mürəkkəbləşdi.
Quru sisteminə keçməklə əlaqədar olaraq onlarda məsələn yarpaqlarının üzərində kiçik kula qatı əmələ gəldi ki, artıq su itkisinin qarşısını alsın kiçik kula qatı. Sonra ağızcıqlar inkişaf eləməyə başladı. Ağızcıqlar vasitəsilə fotosintez və tənəffüs prosesləri baş verirdi. Bunlar getdikcə artıq ixtisaslaşmış toxumalar yarandı, mühitə uyğunlaşma ilə əlaqədar olaraq. Yosunlar suda yaşayırdı və onların bədənində kök sistemi, ötürücü toxuması, gövdəsi, yarpağın yox idi. Bədən tablondan ibarət idi. Lakin artıq mamırlar su mühitindən quru mühitinə keçdiyinə görə onların çoxalması su mühitində gedə bilər, amma yayılması sporların artıq quru hava şəraiti ilə əlaqədar idi. Və mamırların kökü olmadığına görə onlar havadakı rütubəti osmos yolu ilə çəkirlər. Bunun səbəbi nədir? Çünki fotosintez nəticəsində bitkinin daxilində şəkərin qatılığı çoxalır və suyun qatılığı azaldığına görə ətraf mühitdə rütubətli torpaqlarda, rütubətli yerlərdə olduğuna görə bu bitkilər ətraf mühitdən suyu osmos vasitəsilə qəbul edirlər. Və bunların hüceyrəsində suyun yuxarı doğru hərəkəti ali bitkilər kimi deyil. Çünki fikir versəz, məsələn, mamır əgər baxsaz, mamırların ölçüsü çox böyük olmurlar. Bir neçə santimetrə qədər olurlar. Lakin yetkin ağacların 100 metrə qədər uzunluğu olur. Mamırlarda ötürücü toxumalar olmadığına görə hüceyrədən hüceyrəyə keçir su. Difuziya nəticəsində, hüceyrə membranları nəticəsində və bunların ötürülməsi aşağıdan yuxarıya doğru getdikcə zəifləyir. Zəiflədiyinə görə də həmin bitkilərin boy ölçüsü kiçik olur. Və bu dərsimizdən bu qədər. İndi isə gəlin öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Deyir ki, Bakı cüzğunu Caligonium bakuensis nəsli kəsilməkdə olan bitkilərə aiddir. Azərbaycanın nadir endemik bitki növüdür. Endemik o deməkdir ki, yoldaşlar, yalnız müəyyən bir ərazidə bitir. Yəni, ancaq Bakının ərazisində bitir. Məsələn, Lənkəran akasiyası ancaq Lənkəranda bitirsə, bu endemik bitki adlanır. Və yaxud bu Bakı cüzğunu Bakı ərazisində bitirsə, bu yenə endemik bitki adlanır. Abşeron dənizkənarı zonalarında rast gəlmək olur bu bitkiyə. Nə üçün sistematikanın öyrənilməsi bugün də biologiyanın ən vacib sahələrindən hesab olunur? Çünki biz bitkiləri təsnifləndirərkən, yəni sistemləşdirərkən canlıları, onların sistematika elminin köməyi ilə rahatlıqla ayıra bilirik. Və buna görə də bugün heyvanların da, bitkilərin də, canlıların təsnif olunmasında sistematikanın böyük rolu var. Və onların quruluşuna baxır, mikrobiologiya elminin sayəsi nəticəsində, genetikanın sayəsi nəticəsində biz artıq onların daxili quruluşlarına, irsi xüsusiyyətlərinə baxaraq, DNT ardıcıllığına baxaraq qohumluqlarını, mənşəyini müəyyən eləyə bilirik. Bitkilərin təsnifatı kənd təsərrüfatına və tibbdən necə kömək eləyir? Çünki təsnifatlandırarkən biz onları dərman bitkilərinə ayırırıq, kənd təsərrüfatı bitkilərinə ayırırıq. Kənd təsərrüfatı bitkilərindən qida kimi istifadə edirik. Tibbdə olan bitkilərdənsə dərman vasitələrinin hazırlanmasında köməklik göstərilir. Üçüncü, bitkilər haqqında öyrənmək gələcək nəsillər üçün niyə vacibdir? Hər bir bitkinin, hər bir canlının öyrənilməsi ümumiyyətlə gələcək nəsillər üçün vacibdir. Bu, onlar haqqında, bitki haqqında məlumat toplamağa, həmin bitkinin növünün qorunmasına, nəsli kəsilmək üzrə olmasına və yaxud çoxluğunun az sayının az olmasını öyrənmək üçün vacibdir. Bu dərsimizdən bu qədər. Ümid edirəm ki, videonu sizin bu dərs haqqında olan məlumatları bəyənəcəksiniz. Sağ olun.